Bax buna inanılmazdır. Bax, nakok gəldi. Bu yeni usul çox vəhşicəsmədir. Bu təkcə sürətli deyil, həm də çox təsirlidir. Hətta avokado kimi kok atması asan olmayan meyvə ağaclarında belə. Dozunu desəm, əgər bu üsulu hələ tanımırsansa, bugün sənə sınadığım ən güclü üsullardan birini öyrədəcəm. Ona görə də daha vaxt itirmədən başlayaq. İlk olaraq çoxaltmaq istədiyimiz meyvə ağacını seçəcəyik. Bu halda mən gənc bir avokado seçmişəm, çünki bağda onlardan çox olsun istəyirəm. Sonra isə bu ərazidə budaqları və ya sahələri təmizləyəcəyik ki, hava kokləndirməsini rahat edə bilək. İndi isə hava kokləndirməsini edəcəyimiz sahəni isarələyəcəyik. Təxminən 2 düym, yəni 5 sm məsafə qoyacağıq. Ümumilikdə budağın ətrafına təxminən 8 ədəd vint yerləşdirəcəyəm. Amma əvvəlcə çox sadə bir fənd edəcəyik. Bütün vintləri aloe vera yarpağına salaraq dezinfeksiya edəcəyik. Beləliklə, vintlər budağı didisərkən qismən dezinfeksiya olunmuş olacaq. İndi isə bir tornavida ilə bütün vintləri təsadüfi şəkildə isarələdiyimiz sahənin içərisinə yerləşdirməyə başlayırıq. Bütün vintləri yerləşdirdikdən sonra biraz uyudulmuş darçın götürüb həmin sahənin üstünə səpəcəyik. Bu, yarayı mümkün patogenlərdən qorumağa kömək edəcək. İndi isə bir dəfəlik stəkan götürəcəyik. Onun ortasına qədər sağlı bir kəsik edəcəyik. Sonra stəkanın alt hissəsində bir necə kiçik kəsik edəcəyik ki, budağa tam uyğunlaşa bilsin. İndi isə stəkan yerinə qoyulanda onu biraz bənlə tutacağıq ki, doldurarkən yerindən düşməsin. Bu cür. Bu, çox yaxşı suyu süzən, kifayət qədər nəm saxlayan və asanlıqla bərkiməyən bir substratdır. Çox oxşardır. Universal substrata yavaş-yavaş substrat əlavə edirik və sıxıldıqca bəndləri də sıxacağıq ki, hər şey tam möhkəm tutulsun. İndi isə hər şey bitəndən sonra ilk suvarma vaxtıdır. Yaxşıca suvaracağıq ki, bütün nəm vintlərlə yara etdiyimiz hissə ilə təmasda olsun. İndi isə qara bir plastik götürürük, bu halda zibil torbası və kifayət qədər böyük bir kəsik edirik ki, hava kokunu tamamilə orta bilək. Bu yolla rutubəti daha yaxşı saxlayacaq və içəridə daha isti bir temperatur yaradacaq. Bu isə yeni köklərin əmələ gəlməsi və inkişafı üçün çox faydalı olacaq. İndi plastik hazır olandan sonra sadəcə onu hava kokunun ətrafına tam şəkildə yerləşdiririk və onu yaxşı bağlanması üçün bir neçə plastik bağ və ya iqlə bərkidirik. Bu metodun qulluq qaydası çox sadədir. Müəyyən aralıqlarla hava kokunun üst hissəsini açırıq və torpağın rütubətini saxlamaq üçün biraz su əlavə edirik. Adətən bunu təxminən hər 10 gündən bir etmək kifayət edir. Amma hava çox isti olarsa, tamamilə qurumamasına əmin olmaq üçün biraz daha tez yoxlamaq məsləhətdir. Əgər əlavə olaraq ay təqviminə əməl etməyi sevirsənsə, bir çox insan bu cür çoxaltmaları ayın azalan enən fazasında etməyə üstünlük verir. Çünki ənənəvi olaraq bu dövr kök sisteminin inkişafını stimullaşdırmaq üçün ən əlverişli vaxtlardan biri hesab olunur. Həftələr keçməmişdən əvvəl fürsətdən istifadə edib təşəkkür etmək istəyirəm. Bu cür çoxaltma üsullarını edəndə adətən mənə verdiyiniz bəzi sualları aydınlaşdırmaq istəyirəm. Məsələn, bir çox insan məndən soruşur ki, bu üsulu istənilən meyvə ağacında tətbiq etmək mümkündürmü? Əslində, bu üsulu bir çox növdə yoxlamaq olar. Amma nəzərə almaq lazımdır ki, bütün ağaclar kök salmaq baxımından eyni dərəcədə asan olmur. Elə meyvə ağacları var ki, çox tez reaksiya verir. Bəziləri isə xeyli daha çox vaxta ehtiyac duyur. Buna həmçinin bir çox başqa amillər də təsirdir. Ağacın yaşı, ilin fəsli, budağın qalınlığı və ən əsası meyvə ağacının sağlam və tam boyma mərhələsində olması çox önəmlidir. Ona görə də, əgər bunu ilk dəfə edirsənsə, əvvəlcə gənc bir budaqda yoxlamağı məsləhət görürəm. Amma budaq artıq bir qədər möhkəm olmalıdır.
Çox yumsaq bir budaq seçmək məsləhət deyil, çünki o əyilə və ya quruyub gedə bilər. Amma çox yassı və qalın bir budaq da seçmək olmaz, çünki adətən kök salmaq ona daha çətin olacaq. Kok əmələ gətirmir. O halda mən bunu avokado ağacında edirəm, hansı ki kok salmaq üçün hava təbəqələşməsi üsulu ilə ən asan meyvə ağaclarından biri deyil. Məhz buna görə də bu metodun nə qədər effektiv ola biləcəyini yoxlamaq istədim. Həmçinin siz testdə soruşursunuz ki, kok salma hormonu istifadə etmək lazımdırmı? Bu halda mən heç bir kommersiya hormonu istifadə etməmişəm. Yeganə istifadə etdiyim şey vintləri daxil etmək üçün aloe vera və biraz uyudulmuş darçındır. Bütün istədiyimi sahəniz arma. Aloe vera yalnız vintləri daxil edərkən onları biraz sürüskən edir, həm də proses zamanı həmin sahənin daha təmiz qalmasına kömək edir. Və darcını isə yaralar yaratdığımız bütün o hissəni qorumaq üçün əlavə dəstək kimi istifadə edirəm. Amma əgər sənin kok salma hormonun varsa və istifadə etmək istəyirsənsə, bunu da edə bilərsən. Qabı substratla bağlamazdan əvvəl desiklər etdiyimiz sahənin ətrafına az miqdarda əlavə edə bilərsən. Amma həddindən artıq istifadə etmək də məsləhət deyil, çünki daha çox istifadə etmək ağacın daha çox kök atacağı demək deyil. Burada ən vacib olan hər yeri məhsulla doldurmaq deyil. Əslində vacib olan odur ki, kok çıxara biləcəyi zədələnmiş bir sahə olsun, substrat daim nəm saxlasın və hava kökləndirmə prosesi boyunca qurumasın. Artıq 7 həftədən çox vaxt keçib və bu yeni vint üsulunun həqiqətən işləyib işləmədiyini yoxlamaq vaxtıdır. Ona görə də indi hava kökləndirməni açacağıyıq. Əvvəlcə qara plastik örtüyü çıxarırıq, sonra isə alt hissəni ehtiyatla götürürük. İndi isə bəri, əftar. Bu həqiqətən də inanılmazdır. Bax gör nə qədər kök inkişaf edib. Üstəlik, bunlar tamamilə ağ, qalın və çox sağlam görünən köklərdir. Məhz yaxşı köçürmək üçün axtardığımız budur. İndi isə sadəcə bu kök kütləsinin altından hava kökləndirməni kəsmək və onu is masasına aparmaq qalır ki, daha yaxşı görə bilək. Budama qayçısının köməyi ilə qabı yavaş-yavaş və çox ehtiyatla çıxarırıq. Heç bir koku zədələməmək üçün. İndi son əkəcəyik. Təxminən 11 litrlik bir dibcəkdən istifadə edəcəyəm. Və tam olaraq əvvəl istifadə etdiyimiz torpaq istifadə edəcəyəm, çünki bütün proses boyu çox yaxşı nəticə verir. Bir dəlik açırıq, hava kökləndirməni oraya yerləşdiririk, yaxşıca bərkidirik və ətrafını daha çox torpaqla doldururuq. Əllərimizlə biraz sıxırıq ki, möhkəm olsun və sonra yaxşıca su veririk. İndi isə çox vacib bir mərhələ başlayır, uyğunlaşma dövrü. Nəzərə almaq lazımdır ki, bu yeni ağac hələ çox cavan və kökləri təzə formalaşır. Buna görə də ilk 7-10 gün ərzində onu yarım kölgə və ya kölgə olan bir yerə qoyacağıq, hər zaman birbaşa günəş şüasından uzaq tutacağıq. Beləliklə köçürmə stresini azaldacağıq. Və yeni kokteyllərin ana ağacdan tamamilə asili olmadan yeni həyatına uyğunlaşması üçün vaxt verəcəyik. Və bu qədər sadə, tornavida üsulu ilə yeni bir meyvə ağacı əldə etmiş oluruq. Bu üsul asanlıqla tətbiq olunur, demək olar ki, hər kəsin evində olan materiallarla edilir və gördüyün kimi həqiqətən möhtəşəm nəticələr verə bilər. İndi isə səhvlərdə mənə yaz, hansı ölkədən izləyirsən və bu üsulu hansı meyvə ağacında sınamaq istərdin? Buraya qədər izlədiyin üçün sənə çox təşəkkür edirəm. Əgər video xoşuna gəldisə, yaxşı bir bəyənmə qoymağı, paylaşmağı və gələcək videoları qaçırmamaq üçün abunə olmağı unutma. Növbəti videoda görüşərik. Sizə boyaq bir bucaq dolusu salavar. Sağ olun.